Salam. Bugün Kudretiz Bankından 3-6 bölməsinin tapşırıqların izahına davam edirik. Başlayaq birinci tapşırıqdan. 258 səhifəlik sənədin birinci və sonuncu səhifəsində 10 kilobaytlıq qrafik təsvir var. Deməli, bizim 2 dənə qrafik təsvirimiz var. Hər biri 10 kilobayt. Oldu bu 20 kilobayt. Aha. Qalan səhifələrin hər birində, deməli, cəmi 258 səhifə idi. 2 səhifəsində şəkil olduğuna görə qalır geridə 256 səhifə. Bunların hər birində 32 sətir, vururam 32-yə və hər sətrində orta hesabla 16 dənə simvol var. Deməli, bizim ümumi 256 vur 32 vur 16 dənə simvolumuz olur. Və simvollar hansı kodda kodlaşdırılıb? Unicode kodlaşdırmasında. Unicode kodlaşmasında bir simvolumuz 2 bayt olduğuna görə deməli, informasiya həcmimiz ümumi bu qədər olur. Aha, indi bizdən nə ilə soruşur? Kilobaytla soruşur. Mən baytı kilobayta çevirmək üçün aldığım cavabı çevirməliyəm, bölməliyəm 2-nin üstü 10-a. Çünki 1 kilobaytımız 1024 baytdır və cavab olur kilobaytla. Bərabərdir. İndi sürətdə hamısını 2-nin qüvvətləri şəklinə gətirək. 2 üstü 8 vurulsun. Elə 2-nin üstü 5, vuraq 2 üstü 4, vuraq 2, bölünsün 2-nin üstü 10. Deməli, burada yuxarıda 13, 5 də bu, 2 üstü 18 edir. 2 üstü 18-i 2 üstü 10-a böləndə yerdə qalır 2 üstü, elə 5, 4, 1, bunlar 10 eləyir deyə qalır 2 üstü 8, yəni 256 kilobayt olur. Və bizim də əvvəldə 20 kilobaytda şəkil var idi axı. Deməli, 256 ilə 20-ni toplayıram. Cavab nə verir bizə? 276 kilobayt verir. Düzgün cavabımız olur D variantı. Növbəti sualımıza baxaq. İkinci sualımızda yenə eyni tip sualdır. Əvvəlkindən fərqi nədir? Əvvəlkindən fərqi bir ondadır ki, burada ASCII əlifbasından istifadə olunur. Deməli, 258 səhifədir. Yenə 2 dənəsində birinci və sonuncu səhifələrində 10 kilobaytlıq şəkil var. 20 kilobayt o verdi bizə. Yerdə qalan 256 səhifəsi, hər birində 32 sətir, hərəsində 16 simvol. Və ASCII standartında olduğuna görə bir dənəsi 1 bayt olur. Bərabərdir, bu bizə verir 2 üstü 8, vuraq 2 üstü 5, 16 oldu 2 üstü 4. Və biri də yazmırıq, bərabər oldu 2-nin üstü 17 bayt. Və cavabı soruşur kilobaytla, bölürəm 2 üstü 13-ə, qalır 2 üstü 4 bayt, o da eləyir 16, neysə səhv elədim, 13, 17, 2 üstü 10-a bölürəm, qalır 2 üstü 7, yəni 128 dəqiqə. Çünki baytla verilir, baxın nəticə, 2 üstü 10-a bölürəm, qalır 2-nin üstü 7, yəni 128 kilobayt. Onda ümumi həcmimiz 20 kilobayt şəkil, 128 kilobayt mətin, 128 ilə 20-ni toplayırıq, cavab eləyir 148 kilobayt, o da olur A variantı. Üçüncü sualımızda nədir? Yenə oxşar tipdə sualdır. Bir dənə, indi fərqimiz nədir? Burada 1024 simvolu bizə əlifba verib. Yenə birinci və sonuncu səhifəsində 10 kilobayt şəkil var. Deməli, 2 vur 10 bu elədi. 2 vur 10 kilobayt, 20 kilobayt. Aha. İndi qalırıq, deməli, 256 səhifə, hər birində 32 sətir, hər birində 16 simvol. İndi nədir? Bizdə verilib 1024 simvollu əlifbada. 1024 2-nin üstü 10 olduğuna görə, 2-nin üstü 10 olduğuna görə, deməli, bir dənə simvolun informasiya miqdarı olur 10 bit. Vururam 10-a, 10 bitə. Oldu bizdə ümumi informasiya miqdarı, mətin informasiyasını. Mən indi bunu çevirim nəyə? Kilobayta. Deməli, 2 üstü 8 budur, 5 bu 13, 13 ilə 4, 17. 10 vuraq, 2 üstü 17 bit. Və mən bitdən kilobayta çevirəndə 2 üstü 13-ə bölməliyəm. Çünki 1 kilobayt 2 üstü 10 baytdır. 1 baytımızda 8 bit olduğuna görə 2 üstü 13 bit olur. Əgər mən kiçik baytdan böyük bayta keçirəmsə, deməli, nə edirəm? Bölürəm. 2 üstü 17-ni 2 üstü 13-ə böləndə bunun hamısı gedir. Bu da 4 dənə qalır. Deməli, olur 160 kilobayt.
Onda bizdə 20 kilobayt deməli şəkildir, 160 kilobayt da mətndir. Toplayırıq 160 ilə 20-ni, cəmi eləyir 180 kilobayt. Düzgün cavabımız olur E variantı. Dördüncü sualımızda nədir? Dördüncü sualımızda 258 səhifəlik yenə mətn verilir bizə. Birinci sonuncu səhifəsində 10 kilobaytlıq şəkil var. Yenə 20 kilobayt bu şəkil elədir. Qalan səhifələrin, yəni 256 səhifənin hər birində 32 sətr, hər sətirdə 16 simvol var. Və sənədin ümumi informasiya həcmi 212 kilobayt olarsa, indi bunu da vuranda biz İyə oldu sənədin informasiya miqdarı, mətnin informasiya həcmi və üzərinə də gələndə 20 kilobaytı bizə verməlidir 212 kilobayt. Yəni bu bizdə bərabərdir nəyə? 212 çıxılsın 20 kilobayta. Çünki üzərinə şəkili çıxıraq yerdə qalan mətni verir. Deməli 256, 2 üstü 8, 2 üstü 5, 4 elədi 2 üstü 17 vuraq i bitinə yazaq bərabərdir. 212-dən 20 çıxanda qalır 192 kilobaytı da bitə çevirəndə 2 üstü 13-ə bölürəm. Deməli, i nəyə bərabərdir? 192 vuraq 2 üstü 13-ü bölürəm 2 üstü 17-yə. 2 üstü 13-ün hamısı gedir, burada 4 dənəsi qalır. 192-yi də 16-ya böləndə cavab nə verir? 12 verir. Deməli, i'miz 12-dirsə, bizdən minimal əlifbanı soruşur. Ən minimal əlifbanı. Deməli, n bərabərdir 2-nin üstü 12, bu da eləyir 4096. Deməli, düzgün cavabımız D variantı olur. 5-ci sualda yenə əlifbanın gücünü soruşur. Yenə bayaqki misaldan fərqimiz nədir? Elə kodlaşdırıldığı əlifbanın gücünü. İndi 148 kilobaytdır. Eyni tipdə sualdır. Yenə 20 kilobaytı şəkildir. 148-in üzərindən 20-ni çıxıram. Qalır 128 kilobayt mətnimiz. Və yenə nədir? 256 səhifə, hər səhifədə 32, hərəsində 16 simvol. Və vururam nəyə? İyə bərabər oldu 128 kilobayta. Buradan i-ni tapsaq, 128 vuraq 2 üstü 13-ü çevirirəm, bölürəm 2 üstü, deməli 8, 5, 4 elədi 17. 2 üstü 17-yə. Bu da bərabər olur 128 bölünsün 16-ya. İxtisar olandan sonra o da bərabərdir 8-ə. i 8-dirsə, əlifbamızın gücünü eləyir. N bərabərdir 2 üstü 8, 256-ya verir. Deməli, düzgün cavabımız olur A variantı. Baxaq növbəti sualımıza. Növbəti sualımızda nədir? Kitabın hər səhifəsində x sayda simvol və 5 baytlıq şəkil var. 8 səhifəsi olarsa, 8 dənə səhifədir. Hərəsində x dənə simvol var. Bilmirəm nə qədərdir, yəni x dənə simvoldur. Və hansında Unicode'da kodlaşdırılıb. Bir dənəsi 2 baytdır. 2 bayt. Üzərinə gəlirik, bir də hər səhifədə 5 baytlıqda şəkil var. Ümumi həcmimiz nə qədərdir? Ümumi həcmimiz 200 baytdır. Deməli, 8 səhifə, hər səhifədə x simvol hərəsi 2 baytdan 2x, üstə gəl 5 baytda şəkil, buranda nə eləyir? 200 eləyir. Deməli, 2x üstə gələk 5, bərabər olmalıdır neçəyə? 25-ə. Onda 2x bərabər olur 20-yə, x bərabər olur 10-a. Və bizdə soruşur, kitabın hər səhifəsində neçə simvol var? Deməli, x dənə simvolu idi. X-in qiyməti nədir? 10-dur. Düzgün cavabımız A variantı olur. 7-ci sualımızda 20 səhifəlik kitabın hər səhifəsində x sayda simvol və 30 kilobaytlıq qrafik təsvir var. Deməli, hər səhifəsində x simvol və nə soruşur? Burada görürsünüz, yoxdur bizdə, verilməyib hansı kodlaşdırmada. Onda biz bir simvolu 1 bayt qəbul edirik.
Aha, X dənə simvolum olur X bayt. 30 kilobaytda şəkil varsa, 30 kilobayt şəkilimiz olur 30 vuraq 2 üstü 13. Ümumi bir səhifənin həcmi bu qədərdir. Və 20 dənə də bizim səhifəmiz var. Və ümumi həcmimiz nə qədər olur? 800 kilobayt. Yəni 800 vuraq 2 üstü 13. Biz hamısını bitə çevirdik. Yəni bitə çevirməyək, bayta çevirək. Çünki nəyə görə? Çünki bizdə x nədir? Baytla verdik. Hər hamısı eyni vahiddə olsun. 30 vur 2 üstü 10. Bu da yazar 800 vuraq 2 üstü 10. Deməli, x üstə gəlinsin 30 vur 2 üstü 10 bərabər olur. 800 vurulsun 2 üstü 10'u 20'ye bölsək nə qalır? 40 vuraq 2'nin üstü 10 qalır. Deməli, x nəyə bərabərdir? 40 vur 2 üstü 10'u 30'a böləndə 40 vur 2 üstü 10'dan çıxıram nəyi? 30 vuraq 2 üstü 10'u. Qalır 10 vurulsun 2'nin üstü 10. Yəni 10 vuraq 1024. Bu da eləyir 10.240 dənə simvol olur. Deməli, düzgün cavab B variantı olur. Baxaq 8-ci sualımıza. 8-də nə verib bizə? 512 simvollu minimal əlifba ilə yazılmış məlumatın informasiya həcmi 1800 bitdir. Deməli, 512 simvollu minimal əlifba. 512 nədir? 512 2 üstü 9'dur deyə. Deməli, n bərabərdir 2 üstü i düsturuna görə. Deməli, i'miz bərabərdir 9 bit. Deməli, bir dənə simvolun informasiya miqdarı 9 bitdir. Onda məlumatın informasiya həcmi 1800 bitdirsə, deməli, simvolların sayını tapanda 1800'ü bölürəm 9'a, qalır 200 dənə simvol. Deməli, bizim 200 dənə simvolumuz var. Və deyir ki, bu məlumat Unicode'da kodlaşdırılsa, həcmi neçə bayt olar? 200 dənə simvol Unicode'da hər biri 2 bayt yer tutur deyə olur 400 bayt. Düzgün cavabımız olur B variantı. Baxaq 9-cu sualımıza. 9'da nədir? 32-32 ölçülü qrafik təsvirin informasiya həcmi 512 baytdır. Palitradakı rəngçalarların maksimal sayını soruşur. Bildiyimiz kimi qrafik təsvirin həcmi A vurulsun B vurulsun N'dir. A ilə B şəklin N'in və uzunda piksellərin sayı, N rəng dərinliyidir. Gəlirik yerinə yazırıq. Deməli, 32, A'mız 32'dir, B'miz də 32'dir. N'ni bilmirik, bərabərdir nəyə? 512 bayta. 512 vuraq, 2 üstü, baytı çevirəndə bitə, vururam 8'ə. Şimdi mən N'ni tapsam nə verir bizə? 512 2 üstü 9'dur, 2 üstü 3'ə vuranda eləyir 2 üstü 12. 32 vur 32, bu da elədi 2 üstü 10, bərabər oldu 2'nin kvadratı, yəni 4'ə. N'imiz 4'dürsə, bizdən nəyi soruşur? Rəng çalarlarının sayı. Rəng çalarlarının sayı yenə harfli düsturudur. 2 üstü N, 2'nin üstü 4, nə verir? 16 verir. Deməli, düzgün cavabımız olur C variantı. Baxaq, 10-cu sualımızda nədir? ASCII sistemində yazılmış mətin ASCII sistemində yazılmış mətin Unicode sisteminə çevrilərsə 50 kilobayt daha çox həcmli olar. Mətnin ASCII-dəki informasiya həcmi 2 kilobaytdır. Elə 50 kilobayt imiş, çünki ASCII-dən Unicode'a keçəndə həcmi 2 dəfə artır. Əvvəl informasiya miqdarı x kilobayt idisə, indi olub 2x. Deməli, 2x-dən x çıxanda nə qədər qalır? 50 kilobayt qalırsa, deməli, bu Unicode'dadır. Bu da ASCII-dədir. Deməli, x-imiz nəyə bərabərdir? Elə 50 kilobayta bərabərdir. ASCII-dəki həcmi 50 kilobayt imiş. 11-ci sual da nədir? 11-də 258 səhifəlik sənədin yenə birinci, sonuncu səhifələrində qrafik təsvir var. Təsvirin hər birinin ölçüsünü baxaq, görək nə qədərdir. Deməli, 2 dənə təsvirim var. Hər biri eni uzunu verilib bizə 256 vuraq 512 pikseldir. Və 32 rəng çalarlı palitra deyirsə, 32 bərabərdir 2 üstü 5'ə. Deməli, enimiz bərabərdir 5 bitə. Deməli, buranda 5 bitə. Bu bizə verir qrafik informasiyanın həcmini.
Gətirək 2-nin qüvvətlərinə 2 üstü 1, 8, bu da 9. Elədi 2 üstü 18. 5 vuraq 2 üstü 18 nə? Bit. Və cavab kilobaytlandır deyə 2 üstü 13-ə bölürəm. Qalır 5 vuraq 32, yəni 2 üstü 5 qalır deyə 32 kilobayt, yəni 160 kilobayt olur bizdə nə? Şəklin həcmi. İndi keçirik qalan səhifələrə. Qalan səhifələr nə qədər qalıb? Deməli, 256 səhifəmiz qaldı. Hər birində 32 sətirdir. Hər sətirdə 64 simvol var. Və nədə kodlaşdırılıb? Unikodda. Deməli, bir simvolunda olur 2 bayt. Bərabərdir. Bizə verir 2 üstü 8, 2 üstü 5, 2 üstü 6, bir də 2 üstü 1 bayt. Bərabərdir. Toplasaq hamısını nə verir? 8, 7, 15, 20, 2 üstü 20 bayt. Və mən də baytı kilobayta çevirəndə 2 üstü 10-a bölürəm. Qalır 2 üstü 10 kilobayt, yəni 1024 kilobayt. Onda sənədin ümumi həcmi 160 kilobaytla 1024-ü toplayırıq. 1024 kilobayt, üstə gəlinsin 160 kilobayt. Da bizə verir 1184 kilobayt. Düzgün cavabımız nə olur? B variantı olur. Keçək 12-ci suala. 12-ci sualda qovluqda 12 megabaytlıq məlumat var. Bu qovluğun əvvəlcə 3584 kilobayt səs tipli məlumat əlavə edildi qovluğa və daha sonra 1536 kilobaytlıq video tipli məlumat silindi. Bu əməliyyatdan sonra qovluğun ümumi həcmi neçə megabayt olmuşdur? Deməli, əvvəl nə qədər məlumat var idi? 12 megabayt. Deməli, bura əlavə edirik 3584 kilobaytı səs tipli məlumatı. Sonra isə silirik oradan 1536 kilobayt. Bir də qovluğun ümumi həcmidir. Nə qədər oldu? Deməli, cavablara baxırıq. Cavablar nə ilə soruşur? Megabaytla soruşur. Bərabərdir. Nə edirəm? Megabaytı saxlayayım. 3584-dən 3584-dən çıxıram 1536-nı. 14-dən 6 çıxanda 8, 7-dən 3, 4, 0, 2048. Deməli, bu fərq bizə verir 2048 kilobayt. 2048 kilobaytda ilə megabayta çevirəndə, kiçik baytdan böyük bayta keçəndə bölürük 1024-də. Deməli, nə verir bizə? 12 megabayt. Üstə gəlinsin 2 megabayt. Cəm eləyir 14 megabayt. Deməli, qovluğun həcmi olur 14 megabayt. 13-cü suala baxaq nədir? Abrakadabra ifadəsinin kodlaşdırıla biləcəyi ən minimal əlifbada bir simvol ən azı neçə bit olar? Deməli, biz burada minimal əlifba deyəndə müxtəlif simvollar biz sayırıq. Böyük A hərfi, baxıram bu hərf nə? Sonra R-nı seçdim, balaca A-nı seçdim. C hərfini də seçdim, sonra gəlir A hərfi. A hərfi artıq var, istifadə eləmirəm. D hərfi yoxdur. D-nı gətirirəm. Sonra A burada var. Baxıram, bu hərfi də var. R hərfi də var, A hərfi də var. Və salam. Sayıram. Neçə dənə simvol oldu? 6 dənə. Deməli, 6 dənə bizim nəyimiz var? Müxtəlif simvolumuz var. 6 dənə simvolu kodlaşdırmaq üçün deməli, bizə neçə bit lazımdır? 3 bit məlumat lazımdır. Çünki 3 bitlə biz neçə simvol kodlaşdıra bilirdik? 5-dən 8-ə qədər simvollar kodlaşdırmaq üçün bizə 3 bit bəs eləyir. Deməli, düzgün cavabımız olur B variantı. 14-cü sualda abrakadabra ifadəsinin kodlaşdırıla biləcəyi ən minimal əlifbanın gücünü müəyyən edin. Elə eyni bayaqki sualdadır. Neçə dənə tapmışdıq? Deməli, ən minimal əlifbanın gücü. Deməli, enimizi 3 bit tapmışdıqsa, 3 bit idisə, deməli, nə edirik biz? 3-ü vururuq. 2-nin üstü n bərabərdir, 2-nin üstü 3 bərabərdir 8 simvol. Deməli, 8 dənə simvol olur. Düzgün cavabımız olur A variantı. 15-ci sualda nədir? Abrakadabra ifadəsinin kodlaşdırıla biləcəyi ən minimal əlifbada informasiya həcmi neçə bit olar? Ümumi sayanda 1-i 3 bitdirsə, sayıram neçə dənə simvol var? 2, 4, 6, 8, 10, 11 dənə hərf var.
11 dənə hərfin hərəsi 3 bitdən. Deməli, bizə nə verir? 33 bit verir. Deməli, düzgün cavabımız olur. Hansı? C variantı. Davam eləyək növbəti suallarımızla. 16-cı suala baxaq. 16-cı sualda 257 səhifəlik sənədin tək səhifələrində 10 simvol, cüt səhifələrində 16 bayt həcmində qrafik təsvir var. İndi əvvəlcə biz axtaraq görək. 257 səhifənin içərisində neçə dənə tək səhifə var? Baxın, əgər mən 5 dənə səhifə götürürəmsə, 1, 2, 3, 4, 5. Burada görürsünüzmü? 1, 2, 3 dənə tək ədəd var. 2 dənə də cüt ədəd var. Deməli, təklərin sayı cütlərdən bir dənə çoxdur. Yəni, əgər səhifələrin sayı tək saydadırsa, təklərin sayı bir dənə artıqdır. Yarıya böləndə tam hissəsi bizə cütlərin sayını verir. Ondan bir vahid böyükdə təklərin sayını verir. Yəni, sənədin səhifələri təklə başlayıb, təklə bitirsə, təklərin sayı bir dənə çoxdur. Cütlə başlayıb, cütlə bitirsə, cüt səhifələrin sayı bir dənə çoxdur. İndi bizdə birdən başladığına görə, deməli 257-ni böləndə 2-yə qalır 128. 128 dənə 16-cı sualın nömrəsini yazar. 128 dənə cüt səhifəmiz var. 129 dənə də nədir? Tək səhifəmiz var. İndi gələk şərtimizə. Deyir ki, tək səhifələrində, yəni bu 129 səhifənin hər birində 10 dənə simvol var. 10 dənə simvol. Və bu simvollar harada kodlaşdırılır? Unikod kodlaşma sistemində. Deməli, bir dənə simvolunda olur 2 bayt. Deməli, nə qədər olur? 129-u vururam 2-yə. 129-u 2-yə vuranda neçə eləyir? 258, sonunda 1 0, 2580 bayt olur buradakı şəkillər, mətn sənədi. Cüt səhifələrində 16 bayt həcmində qrafik təsvir var. Bizim deməli 128 səhifədə cüt səhifəmiz var idi. Hərəsində 16 bayt həcmində də qrafik təsvir var. Onda bu da bizə verir 2-nin üstü 7 budur, 2 üstü 4 də budur, 2 üstü 11, yəni 2048 baytda bu elədir. Və cavabı bizdə baytla soruşur. Elə 2580-dən 2048-i cəmləyirik. 8, 2 yazırıq. Bir yadda 4628 bayt. Düzgün cavabımız olur B variantı. Baxaq 17-ci suala. 17-ci sualda nə soruşur? Deməli, 17. Unikod sistemində kodlaşdırılmış 64 səhifəlik məlumatın hər səhifəsində 32 simvol var. Deməli, 64 səhifədə hərəsində 32 simvoldur. Unikodda kodlaşıb deyə hər biri 2 bayt. Bir də deyir ki, bu sənədin birdən başlayaraq nömrələndiyi nəzərə alaraq informasiya həcmi neçə bayt olduğunu müəyyən edin. Deməli, əvvəlcə bu mətni hesablayaq. 64, 2 üstü 6, 2 üstü 5, 2 üstü 11, bu da gəlir 2-yə vursaq 2 üstü 12. Yəni 2048 bayt oldu bizdə yazılarımız. İndi gələk səhifə nömrələri. Səhifə nömrələri də rəqəmlərdir. Onların hər biri simvoldur. Ona görə bizə lazımdır ki, görək 64 səhifəni nömrələmək üçün bizə neçə dənə rəqəm lazımdır, yəni neçə simvol bəs eləyir. Mən bilirəm ki, səhifələri nömrələyəndə birdən başlayıb nömrələyirəmsə, 1-dən 9-a qədər nədir? Bir rəqəmli ədədlərdir. Bir rəqəmli. 10-dan başlayıram neçəyə kimi? 10-dan 64-ə qədər səhifələrimiz 2 rəqəmlilərdir. 2 rəqəmli. Burada görək neçə simvol var. 1-dən 9-a kimi 9 dənə bir rəqəmlidir. Üstə gəlirik. 10-dan 64-ə kimi bizim neçə dənə ədədimiz var? 64-dən çıxıram 10-u, üstə 1 gəlirəm. Bu qaydanı artıq biz dəfələrlə təkrarlamışıq. Deməli, 55 dənə səhifədə də 2 rəqəmli ədəd istifadə olunub. 55-i də vururam 2-yə, olur 110. Deməli, cəmi eləyir 119 simvol. 119 simvolunda hər biri nədə kodlaşıb? Unikodda kodlaşıb deyə 119-u da vururam 2-yə, eləyir 238 bayt. Və bu 238 baytla 2048 baytı cəmləyirik. 2048 ilə
238-i cəmləsək, nə verir bizə? 6 yazırıq bir yadda, 7, bir də yadda idi 8, bu da elədi 2286. Deməli, 2286. Mən haradasa səhv elədim. Bir dəqiqə. 64, 32 və hər biri 2 bayt. 2 üstü 6, 2 üstü 6. Hə, elə burada səhv eləmişim. 2 üstü 12, 4096 eləyir. 4096. Və mən nəyi toplayıram? 4096 ilə 4096 ilə 238-i cəmləyirəm. Hı. 17-ci sualımıza baxaq. 17-ci sualda nədir? Unicode sistemində kodlaşdırılmış 64 səhifəlik məlumatın hər səhifəsində 32 simvol var. Deməli, 64 səhifə, hərəsində 32 simvol. Bu qədər sayda simvol var. Və bir də sənəd birdən başlayaraq nömrələnib. Üzərinə gələk, yerdə qalan nömrələri görə bizim neçə dənə sənədi nömrələmək üçün rəqəm istifadə eləmişik. Çünki hər bir rəqəm də yaddaşda yer tutur axı. Deməli, 1-dən 64-ə qədər nömrələmək üçün 1-dən 9-a qədər nədir? Bir rəqəmlə dəftərdir. Bir rəqəmlə. 10-cudan başlayıram. 64-əcən burada 2 rəqəmlə dəftərdir. 10-dan 64-ə mənim neçə dənə səhifəm var? 64-dən çıxıram onu, üstə 1 gəlirəm. Biz bunu dəfələrlə artıq demişik. Deməli, 55 səhifəmdə 2 rəqəmlə də istifadə eləmişik. Deməli, 9 dənə 1 rəqəmli, üstə gələk 55 dənə də 2 rəqəmli. Onda ümumilikdə eləyir 119 simvol. Aha. Onda ümumi simvolların sayı 64 vur 32, üstə gəlirik 119-a. Yəni simvollarımızın sayı bu qədər olur. 64 vurulsun 32 elədi 2048. 2048 ilə toplayıram 119-u, eləyir 7. Bir yadda 6, da 1, 2. 2167 dənə simvolumuz var. Və gəlirik növbəti addıma. Bizim bir dənə simvolumuz nə qədər yer tutur? Unicode kodlaşmasıdır deyə. 2167-ni vururuq 2 bayta. Bu da eləyir 4334 bayt. Deməli, düzgün cavabımız olur D variantı. Baxaq 18-ci sualımıza. 18-ci sualda nə verib bizə? Görək. 256 səhifəlik sənədin hər səhifəsində 64 simvol və 2 kilobayt həcmində qrafik təsvir var. Əvvəlcə qrafik təsvirin ayrıca həcmini tapaq, mətni də ayrıca tapaq, cəmləyək. Deməli, mənim 256 səhifəm var. Hər səhifəsində 2 kilobayt həcmində bizdə nə var? Şəkil var. Onda bu eləyir 512 kilobayt, bu oldu qrafiki təsvirimiz. İndi keçək mətnimizə. Mətnimiz nə qədərdir? 256 dənə səhifədir. Hər səhifədə 64 simvol var. Və neçə simvollu əlifba standartıdır? 1024 simvolludur. 1024, 2 üstü 10 olduğuna görə, deməli bir simvolun informasiya miqdarı 10 bit. Və cavablarımız nə ilə verilir? Kilobaytla verilir. Ona görə mən bunu kilobayta çevirmək üçün bölürəm nəyə? 2 üstü 13-ə. Çünki bitdən çevirirəm kilobayta. Bizə verir 10 vuraq, 2-nin üstü 8, 6, 2 üstü 14. Bölünsün 2 üstü 13. Bunun hamısı gedir, birdən 2 qalır, deməli olur 20 kilobayt. Onda bizim 512 kilobayt qrafiki təsvirimiz var, 20 kilobaytda mətnimiz var. Ümumi həcmimiz nə qədər olur? 512 ilə 20-ni toplayırıq, olur 532 kilobayt. Deməli, düzgün cavabımız olur D variantı. Baxaq, növbəti sualımıza 19-cu sualda nə verib? 32 simvollu minimal əlifbada kodlaşdırılmış 20 səhifəlik sənədin
Hər səhifəsində x sayda simvol və 10 bayt həcmində qrafik təsvir var. Bu sənədin ümumi informasiya həcmi 1000 bayt olarsa, hər səhifədə neçə simvol var? Yəni, əvvəlcə qrafik təsvirimizi tapaq, geriyə çıxaq, sonra mətni rahatca yazaq da. Düzdürmü? Deməli, 20 səhifəlik sənəddir. Hər səhifəsində 10 bayt həcmində qrafiki təsvir varsa, 20-ni vururam ona, deməli, eləyir 200 bayt. Deməli, ümumi həcmin 200 baytı nədir? Şəkildir. Ümumi nə qədər idi? 1000 bayt idi. Deməli, 1000-in üstündən mən 200-ü çıxıram, qalır 800 bayt. Deməli, mətn informasiyasının həcmi 800 bayt olmalıdır. İndi baxaq, bizim neçə səhifəmiz var? 20 dənə səhifəmiz var. Və hər səhifədə deyim neçə simvol var? Bilmirəm. Hər səhifədə x dənə simvol var. Və 32 simvollu minimal əlifba ilə kodlaşdırıldığına görə 32 nədir? 2 üstü 5-dir. Deməli, i'miz nədir? 5 bitə bərabərdir. Deməli, simvolların sayını vururam 5 bitə. Bərabər olur nəyə? 800-ə. 800 bayta. 800 baytı sol tərəf bitnəndir deyə mən bunu da 8-ə vururam ki, hər iki tərəf eyni vahid olsun. Və indi buradan x-i tapıram. X bərabərdir. 5-i 20-yə vuranda 100. Deməli, x bərabər olur nəyə? 64. 64-ə. 64 simvol. Deməli, mənim bir dənə səhifəmdə 64 dənə simvol olur. Düzgün cavabımız B variantı olur. 20-ci suala baxaq. ASCII sistemində kodlaşdırılmış. ASCII sistemində kodlaşdırılmış 32 səhifəlik sənədin 32 səhifədir. Hər səhifəsində 64 dənə sətir var. Hər sətirdə 32 dənə simvol var. Və yenə deyir, sənədin səhifələrinin birdən başlayaraq nömrələndiyini nəzərə alaraq informasiya həcmi neçə bayt olduğunu müəyyən edir. Birincisi, biz bu ədədi hesablamalıyıq və üzərinə səhifəni nömrələmək üçün lazım olan rəqəmlərin sayını da əlavə edirik. Deməli, 32 2 üstü 5-dir, 2 üstü 16, 2 üstü 16 oldu. 65.536 bayt. Çünki ASCII sistemində də elə simvolların sayı bizə baytla miqdarını verir. İndi gələk sənədin səhifələrinin nömrəsinə. Deməli, 32 səhifənin yenə ilk 9 dənəsi bir rəqəmlədəkdir. Yerdə qalan 32-dən 9-unu çıxıram, qalır 23 dənə səhifə. 23 dənəsi 2 rəqəmlədə istifadə olunub. Deməli, bu olur 55 simvol da burada var. Deməli, 65.536-nın üstünə 55-i əlavə edirəm. Bizə nə verir? Deməli, 6 ilə 5, 1, bu da 9, 5, 5, 6, 65.000, deməli, 65.591. Bu da düzgün cavab olur. A variantı. 21-ci sualımıza baxaq. 21-də nədir? Qrafik təsvir. Deməli, qrafik təsvirin palitrasında olan rəng çalarların sayı 16-ya qədər azalan zaman həcmi 3 dəfə azalmışdır. Fərz edək ki, bizim əvvəl rəng dərinliyimiz n idi. İndi olub rəng dərinliyimiz 16-ya qədər azalıbsa, 16 2 üstü 4-dür deyə, indi olub 4 bit. Həcm 3 dəfə azalıb. Deməli, əvvəl həcmimiz nə qədər idi? Əvvəl həcmimiz A vurulsun B vurulsun n idi. A vurulsun B vurulsun n. İndi oldu A vurulsun B vurulsun 4. Şərtə görə həcm 3 dəfə azaldığına görə deməli bizim n-imizdə 3 dəfə azalıb. Onda bunların nisbəti bərabərdir 3 olduğuna görə n bərabərdir 12-yə. Çünki AB-lər ixtisar olur axı. Deməli, n bərabərdir 12-dirsə, qrafik təsvirin ilkin rəng çalarlarının maksimal sayı nədir? Böyük n-imiz 2 üstü n, yəni 2-nin üstü 12. 2 üstü 12 də 4096-dır. Deməli, düzgün cavabımız C variantı olur. 22-ci suala baxaq. Pikseldən ibarət qrafik təsvirin informasiya həcmi verilir. Deyir ki, palitrada olan rəng çalarlarının sayı 16 dəfə azalsa, qrafik təsvirin həcmi neçə bayt azalar?
Əslində bunu tənasüblə də yaza bilərik. İndi gəlin bir bu üsulla yazaq əvvəlcə. 2 üstü 10 vuraq 2 üstü 11. Şəklin eni uzunudur. Deməli, vuranda enə bərabərdir 8 megabayt. Yəni 8 vuraq 2 üstü 23 bit eləyirəm. Çünki burada mən eni, rəng dərinliyini bitlə tapım deyə. Onda en bərabər olur. 8 vur 2 üstü 23 eləyir 2 üstü 26. 2 üstü 26-nı 2 üstü 21-ə böləndə 2 üstü 5. Deməli, rəng dərinliyimiz 32 bit. Aha. Onda rəng çalarlarımızın sayı en bərabərdir 2 üstü 32 idi. İndi deyir rəng çalarların sayı 16 dəfə azalarsa. Rəng çalarların sayı 16 dəfə azalanda mən 2 üstü 32-ni bölürəm 16-ya. Deməli, en birimiz bərabər olur 2-nin üstü 28. Deməli, onda bizim nə qədər olur? Deməli, 28-dirsə, enimiz olur, en 2-miz olur. Nə qədər? En 1 deyə, 2 deyə. En 2-miz olur 28 bit. 28 bitdisə, bizdən nə soruşur? Qrafik təsvirin həcmi neçə megabayt azalmış olar? Neçə megabayt azalmış olar? Deməli, baxıram, əvvəlki həcm nə qədər idi? 8 megabayt idi. İndi yeni həcmi hesablayaq. Yeni həcm yəqin ki, əvvəl neçəyə vururdum mən? 32-yə vururdum. Yəni, 32 olanda 8 megabayt idisə, indi 28 olanda x megabaytdır, elə tənasüblə tapaq. X bərabər olur, 32-ni aşağıda yazıram, 28 vuraq 8. 32 ilə 28 ixtisar olur, 7, burada qaldı 8, 8-dən də 8, 7 oldu, 7 megabayt. Aha. Deməli, necə oldu? 7 megabayt oldu. Əvvəl 8 megabayt idi, indi oldu 7 megabayt. Nə qədər azalmış oldu? 8 megabaytdan çıxıram 7 megabaytı. Deməli, 1 megabayt azalmış oldu. Düzgün cavabımız C variantı olur. Deməli, indi baxaq növbəti 23-cü sualımıza. 23-cü sualda nədir? Qrafik təsvirin ölçüləri verilib bizə. 50 tam onda 8 vurulsun, 15 tam %24. Amma nə ilə verilib? Hər ikisi santimetrlə verilib. Aha. Və bizə deyir ki, 256 DPI ilə nə olub? Skan olub. Qrafik təsvirin RGB rəng modeli ilə rəngləndirildiyini bilərək onun informasiya həcmi 2 megabayt olar. Deməli, əvvəlcə biz nəyi tapırıq? A və B-ni piksel sayını tapırıq. Necə tapırıq? Santimetrlə veriləndə DPI nədir? Dot per inch deməkdir. Yəni, bir düyümdə olan nöqtələrin sayı. Biz də bildiyimiz kimi bir düyüm nə qədərdir? Bir düyüm 2 tam %54 santimetrdir. Ona görə də əvvəlcə 50 tam onda 8-i bölürük 2 tam %54-ə ki, görə bu bizə neçə düym verir? 5000 böləndə eləyir 20 düym. Və 20 düym bir tərəfidir. Və eyni zamanda 15 tam %24-ü də bölürəm 2 tam %54-ə. Bu da bərabərdir. Görək bu neçə dəfə eləyir? Bu da 6 dəfə eləyir deyəsən. 6 düymdə bir tərəfidir. Aha. Onda A-mız bərabər olur. A-mız, yəni şəklin ölçüləri 20 vuraq 256. B-miz də bərabər olur. 6 vuraq 256. Onda şəklin həcmi Q bərabərdir. A vuraq B vurulsun N. Gəlirəm 20 vuraq 256 2 üstü 8. B-miz də 6 vuraq 2 üstü 8. Gəlirik rəng dərinliyinə. Rəng dərinliyi nə qədərdir? RGB formatında verildiyinə görə 24 bitdir. 3 bayt və yaxud da 24 bit. Vururam nəyə? 24-ə. Bərabərdir. Və cavabı nə ilə aldım? Bitlə aldım. Və məndən nə ilə soruşur cavabı? Megabaytla soruşur. Deməli, mən megabayta çevirmək üçün bölməliyəm nəyə? 2-nin üstü 23-ə. Çünki kiçik baytdan böyük bayta keçirəm. İndi baxaq. 20-nin hamısını biz qüvvət şəklinə gətirək. 20-ni yazıram 5 vuraq 2-nin kvadratı. 6-nı yazıram 2 vuraq 3. 2 üstü 1 gəlir buradan. 2 üstü 8 ilə 2 üstü 8 birləşdi 2 üstü 16 elədir. 24-ü də yazıram 3 vuraq 2-nin kubu.
Bölünsün 2 üstü 23. Yukarıda bizdə nə qaldı? 5, 3, 3. 9 dəfə 5, 45 vuraq 2-nin üstü. 2 ilə 1, 3, 3 ilə 6, 19. 19 ilə da 3 eləyir 22. Bölürəm 2-nin üstü 23-ə. 22 dənəsi ixtisar olur, qalır 45, bölünsün 2. 45-i də 2-yə böləndə nə alınır? 22 tam, onda 5 megabayt alınır. Düzgün cavabımız olur A variantı. 24-cü sualımıza baxaq. 24-də deməli A4 ölçülü bir səhifəlik sənəddə 32 sətr və hər sətrində 64 simvol var. Yenə deməli 32 sətr, hər sətrdə 64 simvol. Sənəd skaner vasitəsilə 512 tipa icazə ilə kompüterə monoxrom qrafik təsvir daxil edilərsə, təsvirin informasiya həcmi neçə kilobayt olar? Aha, burada hər səhifədə 32 sətr və yaxud da 64 simvol olmağın artıq heç bir mənası qalmadı. Nəyə görə? Çünki sənəd artıq skanerlə kompüterə daxil edilirsə, artıq sənəd ağ kağız da olsa, üstündə şəkil olsa da, olmasa da, ancaq biz onun ölçülərinə görə nöqtələrin sayını hesablayırıq. Çünki artıq qrafiki şəkilə dönür. Bizdə də A4 formatı verildi. Baxın, A4-ün eni də var, uzunu da var. Deməli, biz A4-ün eni uzunu bayaqki qayda ilə 21,59-u bölürük 2,54-ə. Aldığımız cavabı vururuq nəyə? 512-yə. Bu bizə verir A-nı. B-miz bərabər olur. O birisi ölçüsü nə qədərdir? 27,94-dür. Bölürəm 2,54-ə. Tapıram görün neçə düymdür. Vururam 512-yə ki, bu düymdəki nöqtələrin sayını tapıram. Və ümumi də hansını da daxil edilib. Baxaq, monoxrom təsvirdir deyə rəng dərinliyimizdə enimiz də bərabər olur 1 bitə. Çünki 2 rəngimiz var, 1 bit. Şimdi qalır biz nəyi hesablamaq? 21,59-u 21,59-u bölək 2,54-ə. Bölürəm 2,54-ə. Bərabər olur 8,5. Deməli, bu olur 8,5 vuraq 512. Bu da bərabərdir 27,94-ü. 27,94-ü kalkulatorla hesablayıram. Bölürük 2,54-ə. Bu da elədi 11. 11 vuraq 512 də bu elədi. Onda Q-müz nəyə bərabər olur? Q bərabər olur. 8,5 vuraq 2 üstü 9 A-mızdır. 11 vuraq 2 üstü 9 vurulsun 1 bit. Və bizdə nə ilə soruşur cavabları? Deyir, neçə kilobaytdır? Deməli, nəyə bölməliyəm mən bunu? 2-nin üstü 13-ə bölməliyəm. Deməli, 2 üstü 18-dir. 2 üstü 13-ün hamısı gedir. Bunda hamısı gedir. Deməli, geridə qalır 5 dənə ikimiz. Yəni, nə qaldı bizdə? 8,5 vuraq 32 vuraq 11. Bu da bir-birinə vursaq, görək nə alınır? 8,5 vuraq 32 vuraq 11. Deməli, düzgün cavab olur 2992. Deməli, düz cavabımız olacaq hansı variant? B variantı. 25-ci suala baxırıq. Qrafik təsvir. 10 vurulsun 20 düym ölçüdə 1024 dipa ilə skan edilir. Qrafik təsvirin high-color rejiminin rəngləri ilə kodlaşdırıldığını bilərək informasiya həcminin neçə megabayt olduğunu tapmaq lazımdır. Yenə bizim şəklimizin nəyi var? Eni var, uzunu var. Əvvəlcə tapaq biz nə ilə? 10 düymdür. Düymlə verilib ölçülər. 10 vurulsun 1024. Yəni bir düymdə 1024 nöqtə varsa 10 düymdə 10 vurulsun 1024, yəni 10 vuraq 210 dənə nöqtə var. Vururam, B-yə baxıram uzunluğuna. Deməli 20 düymdür, hər düymdə də 210 nöqtə. Bu oldu nöqtələrin sayı. Və hansı rejimdə kodlaşdırılıb? High-color rejimində. High-color rejimdə bildiyimiz kimi 1 nöqtə 2 baytlandır. Yəni enimiz nəyə bərabərdir? 2 bayta bərabərdir. Vururam 2-yə. Və cavabı nə ilə soruşur bizdə? Megabaytla soruşur. Mən baytdan megabayta çevirmək üçün bölürəm nəyə? 2-nin üstü 20-yə.
Elə 2 üstü 10'lar 2 üstü 20 ilə ixtisar olur. Cavab qalır neçə? 400 megabayt. Düzgün cavabımız A variantı olur. 26-cı sualda 27 simvolu əlifbada kodlaşdırılmış məlumatda neçə müxtəlif simvol var? 27 simvollu əlifba deyirsə, deməli əlifbanın gücü 27-dirsə, 26-cı sualı idi. Onda 27 bərabərdir 2-nin deməli 27 simvolludursa 27 bərabər deməyək. Deməli 27 16-dan çoxdur deyə 27 böyükdür 16 olduğuna görə və 32-dən də kiçikdir. Deməli neçə bit götürürəm? İmizi götürürük 5 bit. Çünki artıq 4 bit bəs eləmir də. 16-dan böyük, 32-dən kiçik bərabər olan bütün simvollar neçə bitlə kodlaşırdı? 5 bitlə kodlaşırdı. Deməli, bizim bir dənə simvolumuz 5 bit yer tutur. Bunları 5-5 qruplaşdırıram. 2, 4, 5. Deməli, bir dənəsi. 2, 4, 5, 2 dənə. 2, 4, 5, 3, 2, 4, 5. Aha. İndi bizdən soruşur neçə müxtəlif simvol var. Baxaq, bunların içərisində bizdə təkrarlanan simvol varmı? Əgər təkrarlanan varsa, biz onu bir dəfə sayırıq. Görək, bizim təkrarlanan simvolumuz varmı? 1, 1, 1, 0, 1 varmı? Elə bir simvol yoxdur. 1, 1, 0, 1, 1, bu da yoxdur. Üçüncüyə baxıram, 3 dənə 0, 1, 1, bu da yoxdur. Bu da yoxdur. Bu da yoxdur. Aha. Deməli, bizdə neçə dənə müxtəlif simvol var? Elə 1, 2, 3, 4, 5 dənə. Düzgün cavabımız nə olur? C variantı olur. 27-ci sualda baxaq görək nədir? 27-ci sualda Paint proqramında 2400 baytlıq qrafik faylı redaktə edərək üzərində Unicode standartında informasiya modeli ifadəsi yazılmışdır. Faylın redaksiyasından sonra informasiya həcmi neçə bayt olar? Əgər 2400 baytdırsa, şəklin üzərində nə dəyişikliyi aparsam da, biz JPG formatında, yəni qrafiki faylları saxlayanda orada hərflərin olmasının heç bir dəxli yoxdur. Orada ancaq nöqtə sayıdır deyə. Deməli, nə qədər yer tutur, elə informasiya həcmi dəyişmir. Düzgün cavabımız E variantı olur. Çünki hər bir nöqtə onsuz da kodlaşma dərinliyi neçədirsə, orada piksellərin sayını vururuq nəyə? Rəng dərinliyinə. Yəni artıq orada hərf yazılsın və yaxud da yazılmasın və yaxud da ağ şəkil olsun, əsas şəklin ölçüləridir. Ona görə də bizim həcmimiz nə olur? Dəyişmir. Elə düzgün cavab E variantı olur. 28-ci sualda nə edirik? 512 rəng çalarlı palitradan istifadə etməklə, deməli 512 rəng çalardısa, balaca elimiz nə qədərdir? Bu 2 üstü 9'dur deyə, deməli 9 bitdir rəng dərinliyimiz. Aha, şəklin eni var, uzunu var. 30 kilobayt informasiyanı da saxlamaq lazım gəlir. Neçə belə təsviri yerləşdirmək olar. Aha, deməli, baxıram, bir dənə şəklimin ölçüsü nə qədər yer tutur. Deməli, 384'ü vururam 640'a, bu piksellərin hər biri nə qədər yer tutur? 9 bit yer tutur. Oldu bir dənə şəklin həcmi. Və mən bunu nəyə çevirim? Kilobayta çevirim. 384, 3 vuraq 128'dir, yəni 207. 640'da 5 vuraq, deməli 10 vurulsun, neçədir bu? 64'dür, 206. Deməli 5 vuraq 207'dir. Vurulsun 9. Bərabər olur, 15'i 9'a vuranda 135 vuraq 2 üstü 14. 2 üstü 14 bit. Və mən bunu kilobayta çevirəndə nə edirəm? 2 üstü 13'ə bölürəm. Qalır 135 vuraq 2 üstü 14. Bölünsün 2 üstü 13. 2 üstü 13 ixtisar olur. Birdən 2 qalır. Olur 270 kilobayt. Deməli, bir dənə şəklin həcmi 270 kilobayt olur. Üstə gəldə əlavə hər şəkil üçün nə qədər yer ayrılır? O əlavə də 30 kilobaytlıq informasiya saxlanılır. 270'in də üstünə 30 gəlirik. Deməli, olur 300 kilobayt. Onda bu təsvirlər üçün 3 megabayt yer ayrılıbsa, indi bizə lazımdır tapaq ki,
3 megabaytın içərisində neçə dənə 300 kilobayt mən yerləşdirə bilərəm. Ona görə də 3'ü vururam 1024'e, çevirirəm kilobayta. Yəni 3072 kilobayt. Və 3072'ni bölürəm 300'e və bunun tam hissəsini götürürəm. Çünki şəklin yarısını yazıb, yarısını saxlaya bilmərik. Bunun da içərisində neçə dəfədir? 10 dəfə olur. Düzgün cavabımız olur A variantı. Yəni qalıq hissəni biz götürmürük də. 10 dəfə tapırıq və qalıq nə qalır? 72 qalır. Qalıq bizə maraqlı deyil. Deməli 10. 10 dəfə saxlamaq olur. Baxaq 29-cu suala. 128 səhifəlik sənədin hər səhifəsində 64 sətr. 128 səhifədir. Hər səhifəsində 64 sətr. Hər sətrində 16 simvol var və 1024 simvolu əlifbata kodlaşdırılır. Deməli, vururam nəyə? 10 bitə. Çünki 1024 nədir? 2 üstü 10'dur deyə. İlk 4 səhifəsinin hər birində əlavə, deməli, bir də şəkil var. 64, 128 vur 64 rəngçalarına malik. Deməli, əvvəlcə gəlin bu biz mətnini hesablayaq. Görək mətnimiz nə qədər eləyir. Deməli, bərabər olur 2'nin üstü 7, vuraq 2'nin üstü 6, vuraq 2 üstü 4, vuraq 10. Deməli, elədi 10 vurulsun, 2'nin üstü 17 bit. Və mən bunu kilobayta çevirəndə bölürəm 2 üstü 13'ə. 2 üstü 13'ə bölsəm, qalır burada 4 dənə 2, 160 kilobayt. Aha, indi gəlirik ilk 4 səhifəsində, 4 dənə səhifənin hər birində 64 vuraq 128 ölçülü və rəng çaları 64'dürsə, deməli böyük yenimiz 64'dür, onda balaca yenimiz 2 üstü 6'dır deyə 6 bit olur. Deməli, mənim bir dənə pikseli 6 bitlə kodlaşır. Aha, bu da bərabərdir. Yəni yenə 2'nin qüvvətlərini ayıraq. 2'nin kvadratı vuraq 2'nin üstü 6, vuraq 2'nin üstü 7. Deməli, vuraq 6 bit. Yenə mən çevirirəm kilobayta, bölürəm 2'nin üstü 13'ə. Bitdən çevirəndə 2 üstü 13 bunlarla getdi. 6 vur 4 oldu 24 kilobayt. Onda sənədin ümumi həcmi nə qədər olur? 160 kilobayt mətndir, 24 kilobayt da şəkildir. 160 ilə 24'ü toplayırıq, eləyir 184 kilobayt. Düzgün cavabımız olur E variantı. İndi baxaq 30-cu sualımıza. 30-cu sual. Deməli, RGB rəng modelində verilmiş qrafik təsvir high color rəng rejiminə keçərsə həcmi 6 kilobit azalar. Deməli, əvvəl RGB rəng modelində idisə bizim bir dənə simvolumuz 3 baytla kodlaşırdı. Deməli, həcmimiz nə qədərdir? 3 AB bayt. İndi keçdə high color'a. High color'a keçəndə nə qədər olur? 2 AB olur. Çünki 1 2 bayt olur. Həcm 6 kilobit azalar. Burada nə iləndir? Baytlandır. Bu da baytlandır. Bizdən piksel sayını soruşur. Deməli, 3 AB-dən çıxanda 2 AB-ni bərabər olur 6 kilobit. İndi yəni biz kilobiti də neyniyək? Elə bu bizə AB verir, piksellərin sayını verir da. Yəni biz də elə AB-ni axtarırıq. Bərabərdir 6 vuraq. Kilo nədir? 1024'dür. 1024'dür. Və bitdən də bayta çevirəndə bölürəm 8'ə. Qalır bunu hesablamaq. 1024'ü 8'ə böləndə, 1024'ü 8'ə böləndə. Deməli, 128 qalır. 128'i də 6'ya vuranda 256 vurulsun 3'dür. O da eləyir 768. Düzgün cavabımız eləyir B variantı. 31-ci sualımıza baxaq. Bu 30-cu sualıydı. 31'də nədir? 300 vur 800 pikseldən ibarət 48 rəng çalarlı palitra ilə rənglənmiş raster təsvir 160.000 bit saniyə sürətlə rabitə kanalına neçə saniyə götürürlər? Əvvəlcə informasiya miqdarını tapaq. Deməli, 300'ü vururam 800'ə. 48 rəng çaları varsa, deməli 48 32'dən böyükdür axı.
2 üstü 5'dən böyük, 2 üstü 6-dan kiçiksə, deməli nə qədər tuturuq biz rəng dərinliyinə 6 bit götürürük. Deməli vururuq 6 bitə. Oldu bizdə ümumi həcmimiz. Və 1600 yox 160 min bit böl saniyə sürətlə ötürülürsə, neçə saniyə? T bərabər idi Q bölünsün V-yə. Mən bunu heç hesablamıram, elə ixtisar eləyərik. Vurulsun 800, vurulsun 6-nı, bölürəm nəyə? 160 minə. Bizim burada neçə dənə sıfır var? 4 dənə sıfır var. İkisi bundan getdi, ikisi bundan getdi. Deməli, nə qaldı? 16. Deməli, yuxarıda qaldı 3 vur 48 bölünsün 16. Bu da eləyir 9. Deməli, düzgün cavabımız olur 9 saniyə A variantı. 32-ci sualda baxaq görək nə verib. 32-ci sualda 300 səhifəlik sənədin hər səhifəsində 24 sətr var. 300 səhifəlik hər səhifəsində 24 sətr. Hər sətrində x sayda simvol var və ASCII standartında kodlaşdırılıbsa, deməli bir dənəsi 1 bayt. Aha, bu oldu bizim mətnin həcmi. Həmçinin bütün səhifələrin hər birində bir pikselinin tutduğu həcm 4 bit olan 64x256 ölçülü qrafik təsvir var. Deməli, bütün səhifələrin hər birində, yəni 300 səhifənin hər birində, deməli, şəklin ölçüləri nədir? 64x256 və tutduğu bir pikseli 4 bit tutursa, yəni rəng dərinliyimiz 4 bitdir. Görək, indi bu ikisinin cəmləyəndə bizə nə qədər verməlidir? 6000 kilobayt verməlidir. Biz buradan x-i tapırıq. Əvvəlcə bunu tapaq, 6000-dən geriyə çıxaq. Deməli, bu biti kilobayta çevirəndə mən neçə bölürəm? 2 üstü 13-ə bölürəm. 64 2 üstü 6-dır. 2 üstü 6-dır. 64 bu 256-dır. Aha. 2 üstü 6, 2 üstü 8. Elədi 2 üstü 14. Elə mən bunları ixtisar eləsəm, burada bir dənə 2 qalır. Neçə alınır? 600 vurulsun 4. 2400 kilobayt. Aha. 2400 kilobayt budur. Deməli, cəmi də nə qədər idi? 6000 kilobayt idi. 6000 kilobaytdan çıxıram 2400-ü. Qalır nə qədər? 3600 kilobayt. Deməli, mənim 3600 kilobaytım nədir? Bu yuxarıdakıdır. Yəni, 300 vurulsun 24, vurulsun x bərabərdir. 3600 kilobaytdır, amma burada bizdə nə ilə verilib? Baytla verilib. Deməli, 3600 vurulsun 1024 yazıram. Bunu da bayta çevirirəm. İndi x-i tapmaq üçün 3600 vuraq 1024-ü bölməliyəm. 300 vurulsun 24-ə. Sıfırlarımız buradan ixtisar olur. Deməli, 3 vuraq 24 nəyə bərabər 72-yə. 36 ilə də 72 ixtisar olur. Aşağıda 2 qalır. 1024-ü də 2-yə böləndə qalır 512. Deməli, simvollarımızın sayı 512 dənəymiş. Düzgün cavab A variantı olur. 33-cü sualda nə verir? 33-də Azərbaycan əlifbasının 32 böyük hərflərdən düzəlmiş 4 simvollu sözü kodlaşmaq üçün neçə bit tələb olunar? Deməli, 32 dənə hərf varsa, biz 32 dənə hərfi kodlaşdırmaq üçün bizə neçə bit lazımdır? 32 bərabərdir 2 üstü 5-ə. Deməli, bir dənə hərfimiz, informasiya miqdarı oldu 5 bit. Yəni, i-miz bərabər oldu 5 bitə. İndi bir 4 simvollu kodu kodlaşdırmaq üçün. Hər simvol mümkün bit sayına kodlaşdırılır. Deməli, 4-ü vururam 5-ə. Neçə bitdir tələb olunur? 4-ü vururam 5-ə. Böyük hərflərlə düzəldilmiş 4 simvollu sözü kodlaşdırmaq üçün. Deməli, 4 vurulsun 5. Bu da elədi 20 bit. Hə, düzgün cavab varmış. Elə bildim 20 yoxdur. Aha, düzgün cavabımız olur E variantı. Çünki hər biri 5 bitdirsə 4 dənə simvolum olur 20 bit. 34-cü suala baxaq. Deməli, kompüterin yaddaşında 4 eyni həcmi malik fayl və hər birinin kəsə yolu var. Bir kəsə yolda, yəni qısa yolumuz 4 kilobayt yer tutur.
Onlar birlikdə diskdə 24 megabayt, 24 megabayt, 24 megabayt, üstə gəlinsin 16 kilobayt yer tutur. Aha, 2 dənə fayl və hər birini. Deməli, bizdə neçə dənə faylımız var? 4 dənə eyni fayldır. Yəni, hər biri x megabaytdır tutaq ki, üstə də gəlirik nəyi? Hər birinin qısa yolu. 4 dənəsinin qısa yolu, bir qısa yol 4 kilobaytdırsa, elə 4 dənəsi də 16 kilobayt eləyir. Bərabərdir nəyə? 24 megabayt. Üstə gəl 16 kilobayt. 16 kilobaytlarımız getdi hər tərəfdə. Deməli, x bərabər oldu 6 megabayt. Deməli, bir dənə sənədin həcmi 6 megabayt olur. Aha, indi deyir ki, burada 2 dənə fayl və bir dənə qısa yol silinərsə. Deməli, nə qədər idi orada bizdə? 24 megabayt idi. Digər 16 kilobayt idi. Oradan deməli 2 dənə fayl silinirsə, 2 dənə fayl, deməli 2 dənə silirəm mən oradan 24 megabaytdan, bir dənəsi 6 megabayt idi deyə 12 megabaytı silirəm. Çıxıram 12 megabaytı və bir dənə də qısa yol silinərsə, bir dənə də qısa yol silinir. Bir də çıxıram nəyi? 4 kilobaytı. Deyir ki, qalan fayllar və qısa yollar birlikdə yaddaşda nə qədər yer tutur? 24-dən 12 çıxıram, qalır 12 megabayt. Üstə gəl, 16-dan 4 çıxıram, qalır 12 kilobayt. Deməli, 12 megabayt, üstə gələk 12 kilobayt. Düzgün cavabımız nə olur? C variantı olur. 35-ci suala baxaq. 35-ci sual. Elə bu ikisinə də baxaq. Aha. Müəllim dərs keçdiyi hər şagirdə imtahanda istifadə etməsi üçün unikal ikilik kod təqdim edir. Məlumdur ki, müəllim 3 sinifə dərs keçir, hər sinifdə də 20 şagird var. Deməli, cəmi bizim neçə şagirdimiz var? 3 vuraq 20, 60 dənə şagirdimiz var. Kodların minimal bit sayı ilə ifadə olduğunu nəzərə alaraq, hər bir kodun informasiya həcmi neçə bit olduğunu tapın. Deməli, 60 müxtəlif variantı kodlaşdırmaq üçün bizə nə lazımdır? 6 bit lazımdır. Çünki 60 harda yerləşir? 2 üstü 5 ilə 2 üstü 6-nın arasında yerləşir. Biz artıq 2 üstü 5-i aşır deyə nə qədər götürürük? Balaca elimizi və yaxud da imizi 6 bit götürürük. Deməli, neçə bitdir? Kodların bit sayı ilə ifadə olunduğunu ikilik kod. Deməli, hər biri neçə bitdir? Hər biri 6 bit olur. Düzgün cavabımız E variantı olur. 36-cı sualda nədir? Bu 35 idi. Hər hansı bir kodlaşma sistemində 256 simvol yaddaşda 1024 bit yer tutur. Deməli, 256 simvolu mən vuranda i-yə bərabər olur nəyə? 1024-ə. Onda i-miz neçə bit olur? Cavab nə iləndir? Bitləndi. i bərabərdir 1024-ü 256-ya bölürəm, olur 4 bit. Aha. İndi, əgər bizim 4 bitsə kodlaşma dərinliyimiz, onda ən çox neçə fərqli simvol kodlaşdırmaq olar? Yəni, bir simvolun informasiya miqdarı 4 bitdirsə, mən 4 bitlə 2, 2, 2, 16 müxtəlif simvol və yaxud da n bərabərdir 2 üstü i, bərabərdir 2 üstü 4, 16 müxtəlif fərqli simvol kodlaşdıra bilirəm. Düzgün cavabımız olur B variantı. Sağ olun.